Birinci gəlin dəqiqləşdirək. Martın 18-də Prezident Trumpla Prezident Putinin arasında söhbət gedir. Onlar hansısa razılığa gəliblər. Amma o demək deyil ki, o ateşkəs rejimi qüvvəyə minib. Çünki ateşkəs rejimi Ukraynada danışıqlarda iştirak eləyəndən sonra qüvvəyə minə bilər. ABŞ-la Rusiya müharibə aparmır. Müharibəni aparır Rusiya Ukrayna ilə. Deməli, ilk dəfədir ki, ayrı otaqlarda, ayrı zaman, amma heç olmasa bir məkanda və bir gün ərzində Rusiya, ABŞ və ABŞ Ukrayna nümayəndələri nəyisə müzakirə edib. Amma hələm də bəzi məqamlar qeyri-aydındır. Misal üçün, söhbət gedir enerjili obyektlərdən. O nə deməkdir? Çünki enerji istehsal edən obyekt var, enerjini paylaşan obyektlər var və enerjini daşıyan obyektlər var. Deməli, stansiyalar, hansısa kabellər və s. Enerji obyektin altında biz nə fikirləşirik, nə qəbul edirik. Faktiki enerji daşıyan məftillər bütün şəhəri bürüyür. Və deməli, həmin şəhərə vurmaq olmaz, ya olar. Ondan başqa neft daşıyan, neft istehsal edən müəssisələr, onlarda enerjiyə aiddir, ya yox. Qaz borusu ya neft borusu enerji obyektlərə aiddir ya yox və deməli hər bir tərəf fərqli qəbul edəcəksə bu anlayışı, deməli ateşkəs yerinə yetirməyəcək. Ukrayna bu gün təklif edib ki, üzr istəyirəm, dünən təklif edib ki, biz sadəcə obyektlərin adların siyahısını yaradıb sizə təklif edəcək ki, bu obyektlərə vurmuyor. Rusiya ilə Ukrayna arasında belə deyək də böyük bir fərq var. Ukraynada belə bir obyekt misal üçün 50 dənədirsə, Rusiyada 1000 dənə çıxacaq. Və burada bu da hələm texniki danışıqlar çox güman ki davam edəcək. Həmin məsələ dənizlə də bağlıdır. Dənizlə, Qara dənizlə ərzaq daşıma problemi kim yoxlayacaq? Misal üçün, harasa ərzaq aparıb, qaydan başı silah gətirəcək, ya gətirməyəcək, sursat gətirəcək, ya gətirməyəcək və bu təkcə Rusiya yox, Ukraynaya da aiddir. Aydındır ki, Ukraynada hansısa ölkələrdən, misal üçün Bolqariyadan, ya Rumıniyadan hansısa sursatları qaydan başı gətirə bilər. Kim bunlara nəzarət edəcək, kim yoxlayacaq və s. En qədər texniki suallar hələm də ortalıqdadır. Amma müsbət odur ki, iki tərəf ümumiyyətlə prinsipcə razılaşıblar ki, ateşkəsi müzakirə edək. Ateşkəs tərəfə gedək. İnanmıram ki, bu yaxın 30 gün ərzində ateşkəs elan olunsa da ateşkəs pozulmayacaq. Sözsüz ki, pozulacaq. Sadəcə intensivliyi azalda bilsələr, mülki şəhərlərə, mülki yaşayış məntəqələrə raket və bomba zərbələri azalsa, uzaq vuran artilleriya az zərbə vursa, hesab etmək olar ki, proses başlayıb.